guess I'm just a play date to you. Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Necəsiz? Gününüz uğurlu və xeyirli keçsin inşallah. Bugünkü mövzumuz güşələrdir. Güşələrin vacibliyini izah etməkdən ötürü ilk öncə əşyavi inkişaf mühitinin əhəmiyyəti haqqında qısa bir məlumat verəcəm. Məktəbəqədər təhsil proqramını həyata keçirən müəssisədə əşyavi inkişaf mühiti təhsilin keyfiyyətinin qiymətləndirilməsi üçün ən vacib meyarlardan biridir. Belə ki, məktəbəqədər təhsil standartı mövqeyindən məktəbəqədər təhsil mühitinin inkişaf etdirilməsi, təhsil mühitinin bir hissəsi və məktəbəqədər təhsil standartlarına keçid üçün əsas amil əşyavi məkan mühitidir. Bildiyimiz kimi bütün uşaqlar fərqlidir və hər bir məktəbəqədər yaşlı uşaqların öz inkişaf yolunda hüququna malikdir. Onlar rəngarəng olduğu kimi onlar üçün diferensial mühit çox vacibdir. Biz bu mühiti onlar üçün güşələrlə yaradırıq. Nəinki güşələrlə ümumiyyətlə bütün verilən bizə məşğələlərdə, tapşırıqların yerinə yetirilməsində inteqrasiyadan istifadə edərək deyəndə bunu nəzərdə tuturam ki, kurikulumda inteqrativlik ciddi şəkildə qorunur. İnteqrasiyadan istifadə etmək və 4 inkişaf sahəsinə uyğun olaraq bizim mərkəzləri qurmaq vacibdir. Fənlər üstü inteqrasiyanı uşaqlar üçün təşkil edərək, məşğələlər arası inteqrasiyanı təşkil etməklə uşaqları daha yaxşı mövzunu qavramaq üçün dəstəkdir. Good morning. Доброго ранку. Good morning, good morning. Good morning, my dog. Fikir verdinizsə, mən videoların çoxunda fərqli fəaliyyətlər vermişəm və bundan sonra da bu fəaliyyətləri görəcəksiniz. Fikirləşirsiniz ki, burada ancaq fəaliyyətlər var, güşələrə nə aidiyyəti var? Nəzərinizə çatdırım ki, güşələr dəyişkəndir və hər məşğələyə uyğun, hər gün mövzuya uyğun olaraq dəyişdirilməlidir. Vacib məqamlardan biri də odur ki, güşələrimiz 4 inkişaf sahəsinə uyğun olaraq qurulur və mütləq çox komponentli təhsil mühiti burada yaradılmalıdır və burada inkişaf etdirici mühit elə olmalıdır ki, günün tələblərinə cavab versin. Təhsil alanların bacarıqlarını inkişaf etdirmək üçün mütləq güşələr estetik dizayna və cəlbedici görünüşə malik olmalıdır ki, burada güşələr uşaqlar arasında münasibətlərin düzgün qurulmasına və onların yaradıcı düşünməsinə, təlimə, həvəsləndirilməsinə təsir edir. Deməli, fəaliyyət əsasdır və o psixikanı qorur. Fəaliyyətsizlik isə şəxsiyyətin formalaşmasına mənfi təsir göstərir və imkanları məhdudlaşdırır. Əksinə, fəaliyyət mərkəzləri yaradıcı düşünməyə səbəb olmalı və uşağın şəxsiyyətinin inkişafında mütləq özünü göstərməlidir. Şəxsiyyəti formalaşdıran istiqamətlər, bacarıqlar şəklində ifadə olunur ki, burada praktiki biliklərin mənimsənilməsi, mütləq yüksək səviyyədə qurulması güşələrdən asılıdır ki, bu da bizim gələcək fəaliyyətimizdə görsənməlidir. Güşələr bir-birindən ayrı şəkildə yaşa uyğun olaraq qurulmalıdır və burada uşaqlar güşələrdəki oyuncaqlardan, materiallardan, yəni bir sözlə əşyavi vasitələrdən və resurslardan rahat, sərbəst, özünə inamlı və müstəqil şəkildə istifadə etmə hüququna malik olmalıdırlar. Yəni uşaqlar oyuncaqlarla oynayarkən onları qıra da bilər və bunlar ona görə qınanmamalıdırlar və hətta onlar bilməlidirlər ki, oyuncaqlar oynayandan sonra bir müddətdən sonra onlar köhnəlir və qırıla da bilərlər. Sadəcə biz onlarda müxtəlif səriştələrin istiqaməti kateqoriyaları üzrə inkişaf elətdirməliyik ki, uşaqlar bir növ həm maliyyə savadlılığına, həm onlardan kreativ şəkildə istifadə etmək hüququna, həm də şəxsi sosial məsuliyyətini başa düşərək istifadə eləməyi bacarsınlar. Burada fəaliyyət mərkəzləri uşaqların motor fəaliyyətlərini inkişaf elətdirməli, böyüklər və uşaqlar arasında ünsiyyət və əməkdaşlığa əsaslanmalıdır. Uşaqlarda fərdi fəaliyyət üçün fürsət yaratmalıdır və onların maraq və ehtiyacları nəzərə alınmalıdır.
Burada uşaqlar yaş imkanlarını və xüsusiyyətləri nəzərə alınmaqla bu güşələr təşkil olunmalı və materialların inteqrasiyası o şəkildə təmin edilməlidir ki, buradakı materiallar üzərində məsələlərin qoyuluşu ağlabatan minimuma maksimal yaxınlaşmağa imkan versin. Uşaqların şəxsi inkişafını zənginləşdirsin, stimulyator rolunda çıxış etsin və uşağın özünü təhsil qabiliyyətinin inkişafına müsbət təsir göstərsin. Микробы, да. Они не боятся воды, они плавают по всей поверхности воды. Это как Несквик. Похоже, да. Это колой пахнет. Да, Чего больше всего боятся микробы? Мыло. Внимание. Что произошло, ребята? Güşələr layihəsinin hazırlanması üçün inkişaf etdirici və dəstəkləyici mühitin yaradılması mütləq vacibdir ki, bunların əsasında müxtəlif güşələr, yəni fəaliyyət mərkəzləri təşkil olunur. Bu güşələr inkişaf sahələri üzrə qurulur. Məktəbəqədər qruplarda şərait elə yaradılmalıdır ki, uşağın sərbəst seçim imkanı olsun. Hər yaş qrupunda bir neçə güşə yaradılır ki, bunlar da hər birində tədqiqat və oyunlar üçün kifayət qədər materiallar təqdim olunmalıdır və yaş qruplarından asılı olaraq güşələr müxtəlif olur və güşələr mütləq uşaqların maraq və inkişaf ehtiyaclarını nəzərə almalı, mövcud təlim resursları üzrə qurulmalıdır. Fəaliyyət mərkəzlərini qısa olaraq sadalasaq, riyaziyyat güşəsi, kitab güşəsi, stol üstü oyunlar güşəsi, elm güşəsi, təsviri fəaliyyət güşəsi, qum və su güşəsi, tikinti materiallar güşəsi, sujetli rollu oyunlar güşəsi, məişət təsərrüfat güşəsi, milli güşə, gəlincik güşəsi, nəqliyyat güşəsi, təbiət güşəsi və əl əməyi güşələri də var idi ki, əl əməyi güşələri məktəbə hazırlıq qruplarında təşkil olunur. Yəni də xüsusilə qeyd edək ki, fəaliyyət mərkəzləri bir-birindən ayrı təşkil edilir və xüsusi materiallarla təchiz olunur. Mərkəzlərdə qoyulan materiallar, kitablar, oyuncaqlar, həndəsi fiqurlar, oyuncaq qablar, mətbəxə aid oyuncaqlar, kağız qələmlər, kardon boyalar, plastilin, puzzlelar, müxtəlif bitkilər və yarpaqlar uşaqların əli çatan yerlərdə qoyulmalı və onlar həmin materiallarla yaradıcı və müstəqil davranmağa həvəsləndirilməlidirlər. Fəaliyyət mərkəzləri, yəni güşələrimiz elə yaradılmalıdır ki, orada uşaqlar kiçik qruplarda bir-biri ilə oynayıb ünsiyyət qura və istədikləri fəaliyyət mərkəzlərini özləri seçə bilsinlər. Həm də fəaliyyət mərkəzlərində uşaqlar bircə oynamaq və əməkdaşlıq etməyi öyrənirlər. Vacib güşələrimizdən olan təbiət güşəsi. Məktəbəqədər təhsil müəssisəsinin ən vacib fəaliyyət mərkəzlərindən biri olan təbiət güşəsi qrup otağının bəzəyi və uşaqlara müşahidə və eksperimental fəaliyyətlər göstərməyə imkan verən ən vacib güşələrdən biridir. Bundan əlavə məktəbəqədər yaşlı uşaqlara məsuliyyət və qayğı kimi hisslər aşılanır burada, çünki uşaqlar bitkilərə qayğı göstərməyi öyrənirlər. Təbiət güşəsinin aşağıdakı kimi əhəmiyyətləri də vardır ki, bunlar 5 istiqamətlərə bölünür. İdrakin inkişafı, ekoloji estetik məna, tərbiyəvi əhəmiyyəti, praktik əhəmiyyəti və sağlamlığın əhəmiyyəti. İdrakin inkişafı dedikdə, burada təbiət haqqında uşaqların bilikləri genişlənir, onun dərk etməsinə maraq və yenisini öyrənməyə həvəs yaranır, zəka, məntiqi, təfəkkür, diqqət və müşahidə inkişaf edir. Ekoloji estetik məna dedikdə isə burada təbiətə sevgi, estetik zövq formalaşır və yaradıcı təxəyyül inkişaf edir. Təbiət güşəsində tərbiyəvi əhəmiyyətə daxil olan məqamlardan biri də budur ki, burada uşaqlarda təbiətə mənəvi münasibət, qayğıkeş münasibət, canlılara qayğı, əməyə hörmət, vətənpərvərlik hissi, təbiətə məhəbbət və müsbət emosional keyfiyyətlər formalaşır.
Praktik əhəmiyyət dedikdə isə təbiət guşəsinin sakinləri üçün qulluq üzrə əmək vərdişləri, əməksevərlik və tapşırılan işə görə məsuliyyət və təşəbbüskarlıq kimi keyfiyyətlər əldə olunur. Sağlamlığın əhəmiyyəti isə burada vacib hissələrdən biridir ki, burada bitkilər otağın mikroiqlimini bərpa edir, havanı nəmləndirir, oksigen ilə tənzimləyir və zənginləşdirir. Müalicəvi bitkilər isə müalicəvi məqsədlər üçün istifadə olunur. Deməli, məktəbəqədər təhsil müəssisəsinin hər bir qrupunun öz təbiət guşəsi var, obyektlərin seçilməsi və təbiət guşəsinə yerləşdirilməsi yaşa uyğun olaraq həyata keçirilir. Uşaq bağçasında təbiətin bütün sakinləri daimi və müvəqqəti olaraq bölünə bilər. Təbiət guşəsində orta qrupda böyük çiçəkli bitkilər yerləşdirilir. Tərbiyəçi müəllim uşaqları otaq bitkiləri ilə tanış edir və onlara qayğı göstərmək üçün qaydaları başa salır. Uşaqlar 2-3 bitkinin adını bilməlidirlər. Böyük qrupda guşə müxtəlif forma və yarpaqların böyüklüyünə malik bitkilərlə doldurulur. Təbiət guşəsinə 5-6 bitki növü yerləşdirilir. Uşaqlar 4-5 bitkinin adını bilməlidirlər. Tərbiyəçi müəllim öz növbəsində bitkilərin necə suvarılacağını uşaqlara göstərir. Məktəbə hazırlıq qrupunda bitkilərin böyüməsi və inkişafının müşahidəsi işin əsas məzmunu olur. Uşaqlar bitkinin böyüməsi üçün lazım olan şərtləri öyrənir. Məsələn, işıq, nəm, istilik və torpaq qidası. Məktəbə hazırlıq qrupunun təbiət guşəsi 6 və 7 növ bitki ilə təchiz edilməlidir. Hava təqvimi məktəbəqədər təhsil müəssisəsinin hər bir qrupunda hava təqviminə sahib olmaq tövsiyə olunur. Təqvimdə hava qeyd edilərkən uşaqlar təbiətdən müşahidələr zamanı əldə edilən bitkiləri möhkəmləndirirlər. Təbiət guşəsində əlavə olaraq bir sıra ləvazimatlar yerləşdirilir ki, onların adını indi sadalayacağam. Məsələn, təbii tərəvəzlər ola bilər, meyvə və ya onların mulyajı ola bilər, heyvan, quş, həşərat və digər canlıların şəkil dəstləri və təsvir olunduğu illüstrasiyalarla kitabçalar da ola bilər. İlin fəsillərini əks etdirən albomlar, təbiət haqqında uşaq rəsmləri və təbii materialdan hazırlanmış əl işləri, əmək alətləri yerləşdirilə bilər. Böyük qrup uşaqlarının iştirakı ilə təbiət guşəsində növbətçilik təşkil olunur. Tərbiyəçi müəllimlərin müxtəlif qayğı üsullarını tələb edən bitkiləri seçmək, yerləşdirmək və əmək fəaliyyəti üçün lazımi avadanlıqları təbiətin bir küncündə hazırlamaq lazımdır. Önlüklər, suvarma alətləri, təcrübə üçün çubuqlar və pulverizatorlar. Təbiət guşəsində təbii materiallardan uşaq əl işlərini yerinə yetirilməli, təbiət eksponatları və ikebanlar rəflərdə harmonik şəkildə yerləşdirilməlidir. Wondering what truly matters to me. I know for sure it's not a fancy degree. I'd like to do what I love, but what if I'm not good enough? Split personality, sometimes sour, sometimes sweet. An M. Night Shyamalan story called Everything's Peachy. Can we just skip straight to the plot twist?